Sarıların dərisi qeyri-adi, zərif idi. Qısa tükləri cəvahir kimi parıldayırdı. Yalı və quyruğu qırmızıya çalırdı. Wrangler 1908-ci il. Azərbaycan Film Studiyası və Tor Studio Film Production Berlin təqdim edir. Qarabağ atı Azərbaycanın yaranış dastanı Dədə Qorqud dastanında o güneş rəngində olan Qarabağ atları güneş vasitəsilə göydən Allah verir. Əslində Qarabağ atının rəngi tutaq ki, bir neçə rəngdən ibarətdir də. Həm qızıl rəngi var, həm limon sarısı. Belə bir rənglərin hamısının qarışığıdır. Mənim ən xoş gələn məsələn limon sarısı atlardır. Atlarını çıxartmaq üçün bütün kollektivimizlə bərabər öz evimizi, eşiyimizi qoyub, o atların çıxması üçün əlimizdən gələn qədər, gücümüz qədər var gücümüzdə çalışmışıq. Sarılar, Qarabağ atının izi ilə. Onu Bakıda, Qarabağ atının belində görəndə ürəyim atlandı. Elə bil birbaş günəşdən gəlmişdi. Amma mən öz şahzadəmi xəyal atının belində artıq bir dəfə görmüşdüm. Walesdə, təhsil aldığım universitetin kitabxanasında. Adım Polindir. Hamı mənə Poli deyir. Tezliklə aşçılıq fənnindən imtahan verəcəyəm. Atların fizioterapiyası üzrə də təlim keçmişəm. Burada hamı kraliçanın 60 illiyinə, almaz yubileyinə televiziyada baxıb. Həmin mərasimdəki bir at məni xüsusilə heyran eləmişdi. Atla üstündəki çapar bir-birini çox gözəl anlayırdılar. Kraliçanın qarşısında bu at o qədər təbii və sərbəst rəqs eləyirdi ki, sanki oynadığı el havası onun canında, qanında idi. Təbii ki, bu həmişə baş vermir. Köhlən at iki ayağı üstə şahə qalxıb oynayırdı. Bu at hansı cinsdən idi? Axır ki, bu barədə universitet kitabxanasında ətraflı məlumat tapa bildim. Axtarış məni çəkib geriyə, uzaq keçmişə apardı. Bu cinsin kökü Qafqazın şərq ətəyində yerləşən Qarabağdan gəlirdi. Qarabağ atlarının nəsli çox qədimdir. İlk tədqiqatçılar Qafqaz ərazisində rast gəldikləri qızılı kəhər atları böyük maraqla təsvir eləyiblər. İndi isə mən bu barədə daha məlumatlı bir nəfərin yanına yollanıram. Onun bilikləri birbaşa təcrübəyə, gördüklərinə əsaslanır. Sir Michael Oswald 30 ildən artıq kral atçılıq zavodunun direktoru olub. O məni qonaq otağına aparır. İnteryer çox kübar və olduqca ingilis sayağıdır. Onun malikanəsi məni valeh eləyir, biraz da həyəcanlandırır. Necə oldu ki, kraliçəyə Qarabağ köhləni bağışladılar? Qarabağ atları haqqında o qədər də məlumatım yoxdur. Amma onu deyə bilərəm ki, 1956-cı ildə iki köhlən at gətirilib kraliçəyə bağışlanmışdı. Onlardan biri, Qarabağ atı Windsorda cıdır atı kimi olduqca böyük uğur qazandı. Edinburgh hersoqu, Şahzadə Filip, eləcə də kraliçanın Windsora, Ascotdakı krallıq cıdırına gələn qonaqları da uzun illər Windsorda Qarabağ atını çapıblar. Sözsüz ki, o atlar da özlərini olduqca təpərli, güclü, dözümlü cıdır atları kimi doğrultdular. Tezliklə bu atları özlərinə layiq olan yerdə görmək istərdim. Kraliçə doğrudan da atları çox sevir. Qarabağ atı hədiyyə veriləndə kraliçə mənim yaşımda olardı. İndi təxminən 60 il sonra da Qarabağ atı yenidən kraliçanın hüzurundadır.
Bu məsələ ilə bağlı daha çox öyrənmək üçün keçmiş müəllimim Aberystwyth Universitetinin professorunun görüşünə getməzdən əvvəl yol üstü atlarıma da baş çəkirəm. Bəs necə olub ki, bu cür nadir görünüşlü atlar haqqında bu qədər az eşitmişəm? Ən nadir cins atlar haqqında. Mina Davis Morel müxtəlif at cinslərinin fizioloji aspektlərini tədqiq eləyir. O bir neçə kitab müəllifidir. Özü də at çapır. Atçılıq sahəsində Wales ponisi kimi yerli cinslər, eləcə də dünyadakı nadir at cinsləri haqqında dərin bilik sahibidir. Siz gərək iki at növünü bir-birindən fərqləndirəsiniz. Bunlardan birini zavod cinsi adlandıra bilərik. Öz istədiyimiz cinsi əldə edə bilmək üçün onları müxtəlif cinslərin cütləşdirilməsi yolu ilə alırıq. Bir də nadir təmiz qanlı at cinsləri var. Onlar öz ilkin genlərini saxlayırlar və biz onlardan zavod cinsləri əldə edirik. Deməli, bir zavod at cinsləri var, bir də təmiz qanlı nadir at cinsləri. Bəs Qarabağ atları bunun hansına aiddir? Qarabağ atı əhəlləşdirilmiş atdır. Lakin nadir cins kimi özünün bir çox ilkin xüsusiyyətlərini qoruyub saxlayıb. Hesab eləyirəm ki, Qarabağ atlarının əhəlləşdirilməsinə, onların sürətli qaçışı, şübhəsiz təlimə yararlılığı, yəni münasib davranma xüsusiyyətləri və xoş xasiyyəti imkan verir. Elə buna görə də insanlar Qarabağ atlarını özlərinə yaxın biliblər. Ayrıca bir at cinsinin nəslinin kəsilməsi hər hansı bioloji növün kökünün kəsilməsi kimidir. Bir dəfə itirdin, yoxa çıxır. Onu bir də geri qaytara bilməzsən. Bunlar eyni şeydir. Hər hansı bir cinsi itirəndə həmişəlik itirirsiniz. Nadir at cinsinin də kökü həmişəlik kəsilir. Görəsən Qarabağ atlarının yaşayış yeri indi haradır? Azərbaycanın əhəmiyyəti çox böyükdür. Çünki Qarabağ atlarının geniş yayıldığı yeganə məkan Azərbaycandır. Dünyada Qarabağ atlarına rast gələ biləcəyimiz bir neçə kiçik ferma var. Amma həmin atları ora öz doğma vətənlərindən, Azərbaycandan gətiriblər. Yenə evdəyəm. Bu atlara marağım sonsuzdur. Maraq məni Peter van der Jutgen ilə görüşə aparır. Amerika sıldırımlarında, Monqolistanda və təbii ki, Alplarda at çapmış İsveçrəli macəraçı hansı ata üstünlük verəcək? Əlbəttə, Qarabağ köhlənə. Ich bezeichne mich selber als Long Rider, als Weitreiter, weil einfach Distanzen ab 60 Mən özümü uzaq səfərlər çapar adlandırıram. 1600 kilometr məsafəni qət eləməyim də bu adı doğruldur. Alpinistlərin və səyyahların piyada keçə bildikləri yolu həftələrlə at belində gedirik. Özümüzlə mümkün qədər az yük götürürük. Elə buna görə də uca dağlar aşmaq üçün bir Qarabağ atı aldım. Dafür ist er prädestiniert. Er ist jetzt 8 Jahre und ich habe ihn seit er jährig ist. Er ist ein sehr intelligenter, Qarabağ atı bu işdə mükəmməldir. richtige Persönlichkeit. Onu 1 yaş olanda almışam, indi 8 yaşı var. Çox ağıllı atdır. Tayı bərabəri yoxdur. Məsələn, yolun təhlükəli yerində dayanır. Təhlükəni hiss edirsə, mən belindən enib onu yönəldənə qədər yerindən tərpənmir. Bu etibarı qazanmaq üçün vaxt lazımdır. Etibarını qazananda isə səndən ötürü oddan alovdan keçər. Du so weit bist, dass du sein Vertrauen hast, dann geht er für dich durchs Feuer. Ja, ein Beispiel dafür war, dass wir Bir əhvalat danışım. Qran bündünə gedən yolda at bir qayalıqda dayandı. Qaya silsiləsi qəfildən yarğana dirənmişdi. At 4 ayağı ilə özünə təkan verib havada dövrə vurdu və yenidən qayanın üstünə qayıtdı. Dağa doğru elə yönəldi ki, üzü yuxarı dırmaşıb yoluna davam edə bilsin. Es gibt sicher Pferde, Əlbəttə, başqa daha münasib,
və daha qabiliyyətli atlar da var. Amma nə olur olsun, Qarabağ atı mənim istədiyim ən yaxşı atlardandır. Azərbaycanda Qarabağ atları indi tamam fərqli həyat sürürlər. Düzənlikdə yaşasalar da, onların hazırki şəraiti daha çətin, yaşamaq şərtləri daha ağırdır. Bu atlar öz ayaqları üstə durmağa arxain olmaq üçün yaşayırlar. Yoxsa yemin seyrək olduğu yerdə sağ qala bilməzlər. Sağ qalmaq üçün onların dırnaqları möhkəm olmalıdır. Bunsuz yaşaya bilməzlər. Arzu eləyirəm ki, Qarabağ atları törəyib artsın. Çünki bu, həqiqətən də qeyri-adi cinsdir. Ümidvaram ki, bu at cinsi müvəffəqiyyətlə inkişaf etdiriləcək və bu gözəl atları daha çox insanın çapmaq imkanı olacaq. Qərarımı vermişəm. Azərbaycana getmək istəyirəm və artıq indidən xəyalım orada dolaşır. Azərbaycan buradan 5000 kilometr uzaqdadır. Mənim üçün fərqli bir dünyadır. Gələn bir neçə həftə ərzində Qarabağ atları haqqında daha heyrətamiz söhbətlər eşidəcəyəm. Ertəsi gün Avropanın o biri başına gəlmişəm. Uzun yol seçmişəm ki, Almaniyada bir nəfərlə görüşə bilim. Mina Davis Morel Avropada Qarabağ atlarının saxlanıldığı atçılıq zavodunun adını çəkmişdi. İndi ora gedirəm. İlk dayanacağım Almaniyadır. Laan çayı boyunca Taunusa gedirəm. İndiyə də yazılanları nəzərdən keçirməyin əsl vaxtıdır. Qarabağ atları haqqında maraqlı bir yazı ilə rastlaşıram. Onların dərisi parlaq qızılı rəngi ilə seçilir. Yerli cəmaət onları sarılar, qızılı kəhər deyə çağırır. Söz görünüşü əks etdirir. Yaxşı, mən bunu araşdıraram. Bu da sorağında olduğum atlar, Qarabağ atları. Təcrübəli seleksiyaçı Verena Şölyan ilk olaraq bu at cinsinin xüsusi bir cəhəti, tölt, yoruğa kimi tanınan yeriş tərzi haqqında danışdı. Bu, 4 zərbəli, çevik yerişdir. Avropada yeriş tərzindəki bu fərqlə seçilən digər atlar yalnız İslandiya atlarıdır. Atçılığa dair tədqiqat apararkən bu barədə eşitmişdim, lakin heç vaxt görməmişdim. Bir qədər sonra Verena mənə nadir bir sənəd göstərəcək. Bu, Azərbaycanın Qarabağ atları haqqında ilk kitabdır. Bu kitabda keçən əsrin 40-cı illərində damazlıq üçün seçilmiş atların şəkillərini görə bilirsiniz. Milli geyimdə Azərbaycanlı çapar öz atı ilə. Tükləri cozlaşmasın deyə at qiymətli parça ilə çullanıb. Bu səhifədə isə 1956-cı ildə Xruşşovun kraliçəyə bağışladığı Zaman adlı atın şəklini görürsünüz. Sir Michael Oswald mənə bu at haqqında danışıb. Çox gözəl atdır. Əfsuslar olsun ki, şəkil ağ-qara olduğundan onun valehedici qızılı rəngi seçilmir. Zaman atın kitabdakı şəkli məni çox həvəsləndirdi. Əlbəttə, sabahki səfərimi səbirsizliklə gözləyirəm. Təyyarədən Qafqaz mənzərəsini ilk dəfə görürəm. Uca dağ zirvələri dəniz kimi görünən buludları yarır. Həm həyəcanlıyam, həm də buludların altında nələrin olduğunu öyrənmək istəyirəm. Bəlkə Zaman atının törəməsinin törəməsi Azərbaycandadır, gedəcəyim yerlərdədir.
Artıq Bakıdayam. İngilis dilim burada bir o qədər də lazım olmur. Azından taksi sözünü oxuya bilirəm. Taksi sürücüsünə şəhərin mərkəzini görmək üçün Xəzər dənizinin sahilinə getmək istədiyimi bildirirəm. Bakı Azərbaycanın paytaxtıdır. Bura məşhur İpək yolu üzərində mühüm ticarət şəhəri olub. Bugün müasir megapolisdir. Avropanın şərq sərhədində yerləşən bu şəhərdə şərq ilə qərb bir vəhdət təşkil edir. Özünün mədəni və etnik rəngarəngliyi ilə Bakı günbəgün Avropaya istiqamətlənir. Bu sahili seyr edəndə özümü sanki Uels Universitetinin şəhərciyindəki doğma Kardigan körfəzindəki kimi hiss eləyirəm. İndi isə atları soraqlayaq. Səhər yenicə açılıb. Elit polo klubunda isə artıq gərgin iş gedir. Çovqan adlanan əhəmiyyətli bir idman oyunu üçün hazırlıq aparılır. Min illərlə yaşı olan Çovqan bugünədək Azərbaycanda böyük həvəslə oynanılır. Çovqan polo oyununun qədim versiyasıdır. 2013-cü ilin sonlarında bu oyunun tarixi əhəmiyyəti UNESCO tərəfindən tanınıb və Azərbaycanın bu ənənəvi oyunu mədəni irs elan edilib. Çovqan oyununun ən qızğın vaxtında Kənd Təsərrüfatı Nazirinin sabiq müavini Xaləttin Xəlillə görüşürəm. O vaxtlar onun cəmi 9 yaşı olub, bununla belə hələ də Zaman adlı atı xatırlayır. Mən o atı özüm görmüşdüm. Qəzetdə oxuyanda doğrudan həm sevindim, həm kədərləndim. O atı görmüşdüm. Bir də görməməyimə kədərləndim. Amma qürur duydum ki, İngilis kraliçası Zaman atı, yəni atı bilən bir adama bağışlandı. Bu mənada birəcə də fəxr etdim. Amma birəcə də təəssüf etdim. O atla yaşayan insanlar həmişə xoşbəxt olarlar. Keçmişdə atların daha yaxşı yetişməsi üçün onları təbiət qoynunda illərlə çapırdılar. Bununla da at ilə çapar arasında bir bütövlük yaranırdı. Onlar bir-birinə tam etibar edirdilər. Bax, indi mən atların gəzdim orada hamısını. O atların heç birisi mənim üstümə gəlmədi. Amma bu at mənim üstümə gəldi. Gələn kimi gəldi, mən onu sağalladım. Qarabağ atı bütün dünyanın minik atlarından bir keyfiyyət orasındadır ki, o son dərəcədə mehriban və sahibini duyur. Qarabağ atı Azərbaycanın mənəviyyatıdır. Qarabağ atı Azərbaycan xalqının inamıdır. Qarabağ atı Azərbaycan xalqının ümididir. Qarabağ atı Azərbaycanın ruhudur, eştiqadıdır. At muraddır. Ona qovuşduqca biz gələcəyə muradımıza doğru gedirik. Qarabağ atının dəyəri Azərbaycanlıların qəlbində dərin kök salıb. Bunu Faiq Hacıyevin emalatxanasında xüsusi hiss etmək mümkündür. O, bir rəssam və heykəltaraş kimi həyatı boyu qızılı kəhər atlarla maraqlanıb. Hələ də Qarabağ atının həqiqi və dəqiq təsviri üçün yeni üslub axtarışındadır.
Əlbəttə ki, məsələn, ən çətin yerlərin biri də hardasa bunun başıdır, burnu, profili. Elə bir ki, bu daha görürsə, bunların hamısı bir işləməlidir. Əsas məsəl tutaq ki, bədən quruluşu olandan sonra mənim üçün ən çətin yer məsəl ki, onun döş qəfəsəsidir. Bu döş qəfəsini qoymaq həmişə müəyyən qədər, məsələn, mən istədiyim qədər olmur. Çatmamışıq, çünki çoxlu işləmək lazımdır da. Mənim üçün başqa bir atları bəlkə də işləmək daha hasaddır, nəinki Qarabağ atını. Çünki burada istəyirəm ki, həm səhv olmasın, həm də bir ideal variant kimi olsun. Qarabağ atlarının içində bir ideal forma. O da yəqin ki, hardasa çatmaq olmayan bir çətinlik var. Səyahətimin daha bir hissəsi başlayır. Qarabağ atlarını harda tapmaq olar? Təbii ki, Xaləttin Xəlilin dediyi kimi onlar yerə günəşdən enməyiblər. Nə bilmək olar? Bəlkə də. Günlərlə bu geniş vadilərdə at çapmaq çox güman ki, möhtəşəm bir macəradır. Qafqaz Sıra dağları Qara dənizdən Xəzər dənizinədək 1000 kilometrlərlə məsafə boyunca uzanır. Qarabağ atları bu geniş vadilər və sərt dağ silsiləsi üçün yaranıb. Bura onların dünyasıdır. Bura müasir, qərb tərzli, ritmik megapolis olan Bakıdan fərqli, büsbütün fərqli bir dünyadır. Burada sakitlikdir, zaman daha ləng irəliləyir. Dağ kəndlərindəki insanlar öz sərbəstliklərini əsrlər boyu qoruyub saxlayıblar. Onlar heç qonşu kəndlərin belə yaxşı anlamadığı dialektdə danışır. Hamının anladığı dil isə qonaqpərvərlikdir. Axşam bir fermer ailəsinin qonağı oluram. Olduqca qonaqcanlı insanlardır. Onların həyatı elə də yüngül deyil, amma təbii və sakitdir. Bakının gərginliyindən və parıltısından uzaq. Burada, dağlarda gün necə də gözəldir. Gün elə tez keçir ki. Bu yerlərdə iş günü günəşin qızmar şüalarının dağın zirvələrinə səpilməsindən əvvəl başlayır. Dünən fermer mənə demişdi ki, əvvəllər onlar qonşu kəndlərə, toylara at belində gedərdilər. Amma indi o ərazidə Qarabağ atı qalmayıb. Mən isti çaydan zövq ala-ala ətrafa nəzər salıb hər şeyə göz qoyuram. Səfərim davam eləyir. Yolum möhtəşəm mənzərəli yerdən keçir. Səfər boyu Qafqazın sərt gözəlliyi məni özünə qərq eləyir. Dərələr, daşlı yollar. Qarabağ atlarını görmürəm. Ona görə də yolumu şimal-qərbə, Şəkiyə salıram və əlbəttə ki, mənə dedikləri atçılıq təsərrüfatına. Çəməndə bir at otlayır. Görəsən Qarabağ atı deyil ki? Yox, ilxıdır. Çəmən boyu istədiyi səmtə üz qoyan bütöv bir ilxı. Bu mənzərə məni lap heyran eləyir. Bugün atları Bakıdan gələn çox məşhur bir mütəxəssis müayinə eləyir. Qarabağ atları ən qədim zamanlardan Azərbaycanda mövcud olmuşdur. Atın əhliləşdirildiyi və atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Hardasa əgər bu atın hündürlüyü 148 sm-dirsə, deməli onun çəpinə uzunluğu da 148 olanda bu daha yaxşı, ideal at hesab olunur. Yəni ki, 1949-cu ildən 1971-ci ilə qədər birinci Studbook damazı kitabı çıxdı. Hansı ki, orada sübut olunurdu ki, bu atlar məhz o xan zavodlarından gəlib o günümüzə çıxmışdır. Və 1971-ci ildən
bizim dövrümüzə qədər isə bizim tərəfimizdən hazırlandı. Qarabağın atının dövlət damazı kitabı və bu şəcərə, bu genealoji struktur ən qədim zamanlardan bu günə qədər gəlib çıxmış oldu. Və bununla da yəni sübut olundu ki, bu atlar bəli, həmən dövrdə yetişdirilmiş atların nəslindəndir. Və ən qədim zamanlardan Azərbaycanda arxeoloji qazıntılardan məlumdur ki, burada 2 at tipi olmuşdur. Tədqiqatçılar sübut edir ki, eramızdan əvvəl hətta 4-cü minillikdən bəri demək olar Azərbaycan ərazisində Qarabağ atının o zamanki tipləri mövcud olmuşdur. Siz ən qədim Azərbaycan miniatürlərinə baxsanız, eyni zamanda Qobustanda qayaüstü rəsmlərdə, Azərbaycan xalçaları üzərində məhz ilk növbədə Qarabağ atları olmaqla Azərbaycan atlarını görərsiniz. Və Şəkidə Xan sarayında da təsvir olunan o atların sırasında siz Qarabağ atlarını görə bilərsiniz. Xəndan Rəcəbli mənə bu yerlər və ecazkar Şəki Xan sarayı haqqında danışdı. Şəki Xan sarayı 1797-ci ildə yay iqamətgahı kimi tikilib. Sarayın divarındakı şəkillər isə Azərbaycan xalqı ilə onun dar gününün dayağı olan atlar arasında birliyi təsvir edir. 18-ci əsrdə sarayı inşa etmiş Ustad Abbasqulu sarayda bir çox miniatür döyüş səhnələri təsvir edib ki, bu döyüş səhnələrimizdə tariximizdə yer alan müxtəlif xalqlar, onların özlərinə məxsus atları da burada təsvir olunur. Çünki döyüşdə at igidin ən yaxın silahdaşı hesabı olunurdu. Eyni zamanda sülh müqavilələri zamanı at ən yaxşı hədiyyə, döyüşdə ən yaxşı qənimət idi. At yalnız silahdaş deyil, həm də barışıq və sülh razılığı əldə olunandan sonra verilən hədiyyədir. Atlar tarix boyu Azərbaycan mədəniyyətində insanların həyatının mühüm bir hissəsi olub. Dədə Qorqud dastanının bir boyunda deyildiyi kimi: Mərdi muradına çatdırar sənin belin. Mən sənə at demərəm, qardaş deyərəm, qardaşımdan artıq. Başıma iş gələndə yoldaş deyərəm, yoldaşımdan artıq. Yolumu cənuba doğru salıram. Çəməndə qoyun sürüsü otlayır. Düzənlik boyu ilıq meh əsir. Qəfildən qarşımda onları görürəm. 200-dən artıq Qarabağ atını. Onları bütün gün bir neçə mehdər ciddi mühafizə eləyir.
Ağcabədi rayonunda yerləşən bu geniş ərazi təxminən 2600 hektardır. Təsərrüfatın rəhbərləri görülən işlərin bir-bə-bir qeydiyyatını aparır və 1949-cu ildən atların sağlamlığını nəzarətdə saxlayırlar. İşlərdən əlavə burada 15 yaşlı Səfər də var. Qarabağ atları və Səfər. Səfər və Qarabağ atları. Onlar bir-biri ilə nəfəs alırlar. Səfər valideynləri və kiçik bacısı Leyla ilə atçılıq zavodunun yaxınlığında yaşayır. Bütün gününü atlarla keçirir, evə gecə qayıdır. Bir tərəfdən ona paxıllığım da tutur. İndi də növbə mənimdir. Qarabağ atının belindəyəm. Həyatımda ilk dəfə. Əlbəttə, rəğbətim böyükdür. Sevincimi isə dilə gətirmək sadəcə mümkün deyil. Tövlə arxamızda qalır. Ətraf düzənliklərdə at çapmağa gedirik. Səfərlə yanaşı at çapmaq çox xoşuma gəlir. O mənə bütün təsərrüfatı göstərir və çətin ki, bu geniş ərazinin hər bir künc bucağına kimsə onun qədər belə yaxşı bələd olsun. Hər addımda yeni sıçrayış, yüngül təkan. Qarabağ atı dərhal mənimlə ahəng tutur. Çox xoşbəxtəm. Qarabağ atının dözümlülüyünə heyranam. Havadakı bürküyə baxmayaraq, qaçandan sonra heç tərləməyib. Qeyri-adi hazırlığı var və çöldə demək olar ki, qanadlanıb uçur. Düzənlik uzaqdan hamar görünsə də, buranın hər addımı daşlıqdır. Amma bu, Qarabağ köhləninin heç eyninə gəlmir. Ayağını hara basacağını əvvəlcədən çox yaxşı bilir. Onun yerində Avropa atı olsaydı, artıq 3 dəfə ayağını sındırmışdı. Hələ də at çapmağın təəssüratı altındayam. Atçılıq zavodunun müdürü Marif Hüseynovla görüşü böyük maraqla gözləyirəm. Hər gün atların qayğısını çəkib onlara görə məsuliyyət daşımağın necə hiss olduğu məni çox maraqlandırır. Bəli, mən öz işimdən zövq alıram, bir zootexnik kimi, ixtisasım bir seleksiyaçı damazlıq işinə baxan bir mütəxəssis kimi öz işimdən zövq alıram ona görə ki, hər ildə burada 40-45 bala alınır. Yəni Qarabağ atını çoxaldırıq, Qarabağ atını yayırıq. Biz özümüz bu təsərrüfatda saxlanılan atlardan yaxşı atları satmaqla, başqa at sahibkarlara, ondan sonra hüquqi şəxslərə, fiziki şəxslərə satmaqla, burada istehsal olunan məhsullardan satılaraq işçilərə əmək haqqı vermək və o atları saxlamaq kimi istifadə olunur. Bu bina yeni ildə istifadəyə veriləcək. Qarabağ atları bunun içərisində yaşayacaq. Həqiqətən gözəldir. Atlar burada çox rahat olacaqlar. Deməli, ondan sonra daha gözəl, daha da qəşəng atlar burada bəsləniləcək, yetişdiriləcək. Qarabağ atının ən sevimlisi, ən gözəli, ən yaxşı eksteriyerə malik olan atlarından biri ləqəbi Şafrandır. 2008-ci ildə anadan olub, yaşıdır. Valina, gör nə qədər sakit, nə qədər mehriban, nə qədər gözəl. Məsələn, heç bir nadişliyi yoxdur, heç bir dəlliyi, dolaşıqlığı yoxdur. Gözəl ayağında səkili var, yaxşı alnında belə gözəl nişanəsi var. Bax, fikir verirsən, rəngi qızılı kürəndir. Sarı qızılı kürən. Bu
ən gözəl rəngdir, ən gözəl nişanədir. Ona görə də bütün nə qədər xarici ölkələrdən gələnlər də, ondan Azərbaycanda olanlar da, regionlarda yaşayan, atla məşğul olan adamlar ən çox bu rəngi sevir. Ona görə də biz bundan, həmən bu cinsin, Qarabağ atının bu rekord ləqəbli, Şabran ləqəbli atını çoxaltmaq məqsədi ilə belə saxlayırıq ki, yəni bundan nəsilə artıraq. Ulu babalarımız, atalarımız, analarımız hamısı at minən olub. Laf mən uşaqlığımdan ata o qədər həvəsim olub ki, həmin yaşlarda at minmişəm, at çapmışam. Sonralar yaşım 12-yə, 13-ə çatandan sonra Cıdıra gəlib Cıdırda at çapmışam. Buradakı hər bir insanın atlara böyük marağı və söyləmək istədiyi maraqlı hekayələri var. Dağlıq Qarabağ üstündə Ermənistanla münaqişə zamanı bu atların doğma yurdu olan Ağdam ermənilər tərəfindən işğal olunub, viran qoyulub. Bu insanlar nə olsa belə atları başlı başına buraxa bilməzdilər. İşçilər düşmənin hücumu zamanı öz həyatlarını təhlükəyə atıb atları xilas etmişdilər. Hardasa bir 40 kilometr, 50 kilometr biz o atları gecən ərazidən aralaşdırıb Yevlaq ərazisinə apartı çıxartdıq. Orada bir xeyli saxladıq, orada da başımıza nələr gəldi. Çox çətinliklə nəysə Marif Hüseynovun özünün öz qoçaqlığıyla, öz köməkliyi ilə, işçilər ondan aralaşmamaq şərti ilə hamısı birlikdə bu atı gətirib, son nəticə gətirib çıxartmışıq bura. 18 ildir, 17 ildir ki, bu ərazidə Marif Hüseynovla birlikdə, həmən kollektivlə birlikdə, bu yoldaşlarla birlikdə, bu sürücülərlə birlikdə, bu ata baxanlarla birlikdə bu atı biz burada saxlayırıq, inkişaf etdiririk. Bu gün bu atlarla məşğul oluruq. Yenə də bütün hər bir şeydən aralaşıb atlarla məşğul oluruq. Bütün işimiz, gücümüz atlardır. Atçılıq atlarını çıxartmaq üçün bütün kollektivimizlə bərabər öz evimizi, eşiyimizi qoyub, o atların çıxması üçün əlimizdən gələn qədər, gücümüz qədər var gücümüzdə çalışmışıq. Necə də maraqlı hekayədir. İndi burada hər şey olduqca sakit görünür. Atlar qızmar günəşin altında otlayır. Örüşdə 300 madyan və 3 ayğır var. Bu ərazinin şəraiti Qarabağ atlarına yaddır. Atçılıq zavodunun rəhbəri də elə bunu deyir. Bugün işğal altında olan Dağlıq Qarabağ yaylaqlarından fərqli olaraq, burada yay çox isti keçir. Müvəqqəti də olsa, hazırda Qarabağ atlarının yeni yurdu buradır. Səfər ilxıya baxmağa gedir. Məni də çağırır. Axşam düşmək üzrədir. Günəş üfüqə baş qoyunca, gün uzunu çəməndə olan ilxı tövləyə salınır. Belə görünür ki, atlar və səfər üçün bu azad bir həyatdır. Yenidən həmin köhnə sözü xatırlayıram. Qarabağ atları 100 illər öncə günəşdən yerə, birbaş bura, Azərbaycana gəliblər. Bakıya qayıtmışam. Bura son günlər gördüklərimdən fərqli. Bəli, biraz fərqli bir dünyadır. İndi mən öz dünyamdayam. Paytaxt binalarının əhatəsində son həftə gördüklərimi xatırladıqca, insanlarla heyvanlar arasındakı bağlılığı daha yaxşı dərk edirəm.
Ümidvaram ki, indi görüşəcəyim insan da bunların hamısını təsdiq eləyəcək. Mən Azərbaycanda hiss eləyirəm ki, uşaqların heyvanlarla, ələlxüsus atlarla ünsiyyəti olduğuna görə rastlaşdığım bütün insanlar çox mehriban, çox səmimidirlər. Burada başlanğıcını heyvanlara, atlara sevgidən götürən qarşılıqlı hörmət var. Bəlkə böyüdükcə onları qol-qanad açmağa vadar eləyən də budur. Xüsusən də çapdığınız at sizinlə bütövləşir. O sizin bir parçanıza çevrilir. Buna görə də atlara böyük sevgi və hörmət bəslənilməlidir. Paytaxtın mərkəzində yerləşən Cıdır meydanına gəlirəm. Həmişə olduğu kimi, indi də burada qızğın məşqlər gedir. İkinci Qızıl Oğlan ləqəbli at öz geniş güşəsindədir. Kraliçanın almaz yubileyini görəndən bəri o mənim televiziya qəhrəmanıma çevrilib. O İngiltərədən bura qədər bütün yol boyu məni Azərbaycana səsləyib. 2012-ci ildə Windsor qəsrində olduğu kimi gözəl və möhtəşəm görünür. Nəsil xətti baxımından Zamanatın birbaşa varisi olmasa da, 1952-ci ildən bəri bu atların 5-ci nəsli eyni qandan gəlir. Onun Azərbaycandan İngiltərəyə səfərinin səbəbi Ülya Həzrət Kraliçə 2. Elizabetə hədiyyə olunması idi. Bu da mənim şahzadəm. Atın belində necə gözəl libasda əyləşib. Əlbəttə, onun yerində fermadakı Səfərin kiçik bacısı Leyla da ola bilər. Bəs Səfər? Bir neçə ildən sonra Səfər necə olacaq? Şübhəsiz ki, o da bu cür möhtəşəm bir atın belində əyləşməyi arzuluyur. Cıdırda özünün qeyri-adi parlaq çıxışı ilə tamaşaçıları ayağa qaldırmaq üçün. Mən onları tezliklə bu meydanda bir də görməyi arzuluyuram. Həmin gözəl, qızılı kəhər Qarabağ atlarının hamısı ilə birlikdə.